Salam, hörmətli müəllimlər, xoş gördük sizləri. Yeni bir sertifikasiya müsahibə mərhələsindən hazırlıq videosu ilə qarşınızdayam. Deməli, bu günləri yenə də qiymətləndirmə metodologiyasına aid olan bir neçə sual və onların düzgün cavabını sizlərə təqdim edəcəm. Çalışdığım qədər əlavə məlumatlar da verəcəm ki, siz hər hansı bir sualla qarşılaşdıqda həmin məlumatlardan istifadə edərək düzgün cavabı verə biləsiniz. Keçirəm suallarımıza. Deməli, birinci sualımız belədir. Qiymətləndirmə meyarlarının dərsin başlanğıcında şagirdlərə təqdim olunması öyrənmə məsuliyyətinə necə təsir edir? Meyarları bilən şagirdlə bilməyən şagirdin fəaliyyətində hansı fərqlər yaranır? Əvvəla gəlin bir şey qəbul eləyək ki, icmal yazılması ilə sinifin fəaliyyətinin ardıcıllığı eyni deyil. Yəni bizim icmalı şablon şəkildə yazmağımızla sinifdə fəaliyyət ardıcıllığı eyni olmur. Bizim müəllimlərimiz bəzən bunu qarışdırırlar. Elə bilirlər ki, icmal necə yazılırsa dərsdə də fəaliyyət ardıcıllığı elə olmalıdır, amma əslində elə deyil. Çünki fəaliyyət ardıcıllığımız belədir. Sinifdə belə deyək, birinci sinifin təşkili olur, sonra motivasiya, sonra mövzu, sonra təlim nəticəsinin elan edilməsi, sonra qiymətləndirmə meyarlarının elan edilməsi. Ümumiyyətlə, qiymətləndirmə meyarlarının elan edilməsi obyektiv qiymətləndirmənin şəffaflığın əsas göstəricisidir. Çünki həqiqətən də şəffaflıq, obyektivlik meyarların elan etisi ilə özünü göstərir. Dərsin öncəsində mütləq şəkildə qiymətləndirmə meyarı şagirdə elan edilməlidir. Önəmli olan onu necə elan etməyimiz deyil. Biz bunu lövhəyə yaza da bilərik, biz bunu səsli şəkildə bildirə bilərik, biz bunu vatman vərəqə yazıb yapışdıra bilərik və ya göstərə bilərik, prezentasiyada göstərə bilərik. Bunun əhəmiyyəti yoxdur. Əsas odur ki, şagird nəyə əsasən qiymətləndiriləcəyini bilsin. Çünki meyarların əvvəlcədən şagirdlərə təqdim edilməsi şagirdin özünün də nəyi, niyə, necə, hansı keyfiyyətdə öyrənməli olduğunu göstərir. Sanki şagird üçün bir yol xəritəsi rolunu oynayır və istər-istəməz şagird burada passiv izləyici deyil də subyekt rolunda olduğuna görə, cavabdeh tərəfdaşa çevrildiyinə görə İstər-istəməz meyarı bilməyəndə şagirddə qeyri-müəyyənlik yaranır və şagird artıq yalnız qiymət almağa köklənir. Və konkret olaraq hansı potensialını sənə göstərməlidir, hansı bacarığını sənə göstərməlidir ki, sən formativ qiymətləndirməni düzgün aparasan. Burada da ciddi problemlər yaranır. Amma meyarı bilən şagird diqqətini həmin bacarıqlara yönləndirir. Bu həm formativ qiymətləndirmənin düzgün aparılması, müəllimin şagirdə düzgün fəsini təmin eləyir. Eyni zamanda təbii ki, bu da dərsin təlim nəticəsinə düzgün şəkildə yiyələnməyimizə şərait yaradır. İkinci sualımız isə belədir. Şagirdin dərsdəki aktivliyi, davranışı və ya səriştəsi onun summativ qiymətləndirmə balına təsir etməlidirmi? Qiymətləndirmədə akademik biliklərlə fərdi keyfiyyətlərin qarışdırılması hansı metodoloji xətalara yol açar? Gəlin belə deyək, şagirdin davranışı, davamiyyəti və ya ümumiyyətlə nizam-intizamı akademik qiymətləndirməyə təsir etməməlidir. Həqiqətən etməməlidir. Əks halda qiymətləndirmənin validliyi pozulur. Çünki test şagirdin biliyini deyil, davranışını ölçmüş olur. Axı davranış ölçmür. KSG biz deyirik ki, KSG müddətində, yəni bir bölmə ərzində formalaşdırılan bilik bacarıqlar hansı alt standartlar formalaşdırılıb? Həmin alt standartlara uyğun şəkildə, həmin alt standartlardakı bilik bacarığı ölçəcək testlər 4 səviyyə üzrə hazırlanır taksonom şəkildə. Ona görə də yəni burada biz qiymətləndirmə tamamilə səhv etmiş oluruq. Şagirdin fərdi keyfiyyətləri və ya nizam-intizamı formativ qiymətləndirmə çərçivəsində şifahi rəylər və məktəbin daxili intizam qaydaları ilə tənzimlənir. Bizə əgər şagirdin biri intizamsızlıq göstərir, nə bilim, bullying halı baş verib, konflikt yaranıb, hər hansı bir şey olubsa, biz onun qiymətini aşağı sala bilmərik. Bu özü birbaşa elə qanun pozuntusu olacaqdır. Üçüncü sualımız isə belədir. Kiçik və ya böyük summativ qiymətləndirmə tapşırıqları tərtib edilərkən idraç taksonomiyasının müxtəlif səviyyələri hansı nisbətdə paylanmalıdır və bu nisbət üçün önəmlidir. Ümumiyyətlə 4 səviyyə üzrə hazırlanmalıdır həmişə. Birinci səviyyə 20%, hardasa xatırlama mərhələsini, ikinci səviyyə 30% anlama, üçüncü səviyyə orta çətin tətbiq təhlil, dördüncü səviyyə isə ən çətin dəyərləndirmə yaratmaq mərhələsinə uyğun şəkildə olmalıdır. Bu balans həm zəif şagirdin motivasiyadan düşməməsini, həm də istedadlı şagirdlərin potensialının tam ölçülməsini təmin edir. Həmçinin biz KSG təhlili zamanı artıq hansı səviyyədə olan şagirdlərə necə münasibət göstərməliyik, onları necə təmin etməliyik, onların daha da inkişafını, il sonu üçün ümumi təlim nəticələrini necə əldə etməliyik, buna şərait yaradır. Keçək dördüncü sualımıza. Həddindən artıq
Test-tez summativ qiymətləndirmə aparılmasının təlim prosesinə neqativ təsirləri nə ola bilər? Öyrətmək üçün qiymətləndirmə ilə qiymətləndirmə üçün öyrətmək arasındakı metodoloji fərq nədir? Ümumiyyətlə, həddən artıq ümumiləşdirmə, daha doğrusu summativ qiymətləndirmə təlim prosesini bir növ şeyə bənzədir, marafon, sınaq imtahan marafonuna. Şagirdlərdə test stresi, davamlı şəkildə gərginlik və uşaqda bir növ yenə də qiymətə köklənmə olacaq. Və burada əsas məsələ dərin öyrənməyə ayrılan vaxt demək olar ki, azalacaq. Öyrətmək üçün qiymətləndirmə deyəndə ümumiyyətlə formativ qiymətləndirməni nəzərdə tutur. Qiymətləndirmək üçün öyrənmək deyəndə də summativi nəzərdə tuturuq təbii ki. Sadəcə bəzən bu şəkildə deyilir, bu sizi çaşdırmasın. Yəni öyrətmək üçün qiymətləndirmə formativ prosesə köklənir, xətalarını öyrənmə imkanını əldə etmiş olur. Qiymətləndirmə üçün öyrənmək isə yalnız yekun nəticəni qeydə alır və inkişaf üçün şagirdə heç bir fürsət vermir. Ona görə biz bu KSQ təhlillərinin aparılmasını daha önəmli hesab edirik ki, bunun nəticəsində şagird gələcək addımlarını planlaşdırmasını nəzərə alıb ona uyğun şəkildə işini təmin edə bilər. Bir digər sualımız çıxış kartları işıq var 3-2-1 metodu və ya şifahi sorğu kimi alətlərin hər hansı tətbiq sahəsi nə vaxt daha effektiv olur? Hər dərsin sonunda eyni alətdən istifadə etməyin riskləri hansılardır? Ümumiyyətlə çıxış kartı ya da çıxış bileti fərqi yoxdur. Dərsin sonunda ümumiləşdirmək üçün işıq for özünü qiymətləndirmə və anlama dərəcəsini anında görmək üçün, 3-2-1 isə refleksiyanı dərinləşdirmək üçün daha çox istifadə edilir. Eyni alətdən davamlı istifadə edəndə nə ola bilər? Yəni şagirdlərdə monotonluq yaranır və mexaniki yanaşma yaradır. Yəni hə, bu belədir, yenə bunu yazmalıyam, yazım. Yəni belə deyək də bir növ artıq özünü qiymətləndirmə ya da dərsin qiymətləndirilməsini həyata keçirtmək əvəzinə sadəcə o mexaniki şəkildə işini görür ki, bunu deyim, dərs bitsin. Müəllim dərsin məqsədinə və materialın mürəkkəbliyinə uyğun olaraq alətləri şaxələndirməlidir. Müəllim özü bilməlidir ki, yəni bu təlim nəticəsini hansı formativ qiymətləndirmə vasitəsilə ölçmək daha məqsəd uyğundur. Bu daha düzgün olmalıdır. Davam edirəm. Planlaşdırılan təlim nəticəsi şagird mətnin ideyasını müqayisə edir olduğu halda qiymətləndirmə tapşırığında məlumatın xatırlanmasının faktını soruşmaq metodoloji baxımdan niyə yanlışdır? Bu uyğunsuzluğu necə aradan qaldıra bilərik? Ümumiyyətlə təlim nəticəsi müqayisə etmək, yəni anlama mərhələsində olduğu halda sən təlim belə deyək də, yəni meyar. Yaxşı, bu meyar təlim nəticəsindən çıxırsa, bunun belə deyək, alt standartın bilik və fəaliyyət hissəsi var. Biz bilik hissəsinə baxıb hansı mövzunu keçəcəyimizi müəyyənləşdiririk, fəaliyyət hissəsinə baxıb hansı məqama çatdıracağımızı müəyyənləşdiririk. Yaxşı, bunun fəaliyyət hissəsi anlamaq mərhələsindədirsə, sən bunun belə deyək, meyarında niyə anlama götürmürsən ki, xatırlama götürürsən? Tamamilə yanlışdır. Zaten qiymətləndirmə meyarı təlim nəticəsinə çıxır deyiriksə, deməli ona uyğun hazırlanmalıdır da. Yəni belə deyək, mahiyyəti başa düşmək lazımdır ki, qiymətləndirmə meyarı təlim nəticəsindən çıxır deyəndə elə baxım ağlıma gələn bir şey yazım demirik ki. Ona görə deyirik ki, bu fəaliyyət səndən nəyi tələb eləyirsə, ona uyğun şəkildə nəyi yoxlayırsan, düzgün müəyyənləşdirməliysən. Tamamilə yanlışdır. Yəni burada validlik itir, qiymətləndirmənin məzmun validliyi itir. Şagird yüksək təfəkkür bacarığını nümayiş etdirə bilmir. Bu uyğunsuzluğu aradan qaldırmaq üçün də sual iki mətn ideyasını müqayisə edin və oxşar fərqli cəhətlərini göstərin formasında qurulsa, ona uyğunlaşdırılsa daha düzgün olar. Davam edirik bir digər sualımız. BSQ testləri hazırlanarkən test spesifikasına, yəni hansı mövzudan, hansı taksonomiya səviyyəsindən neçə sual düşəcəyini göstərən cədvəli nəzərdə tuturuq. İstifadə etmək qiymətləndirmənin etibarlılığına necə təsir edir? Düzdür, BSQ məktəb rəhbərliyi tərəfindən hazırlanır. İndi əvvəl metod birləşmə, indi metod istiracılığı, hətta artıq proqram vasitəsilə həyata keçirtmək istəyirlər öz yerində. Amma nəticə etibarilə sualımıza cavab olaraq onu deyə bilərik ki, matris qiymətləndirilməsinin təsadüfi suallardan ibarət olmasının ən əsası qarşısını alır. Təsadüfi suallar olmur artıq. Bütün keçirilmiş mövzuları düzgün şəkildə, tam hardan necə lazımdırsa əhatə etməsini, yəni alt standartın bir növ belə deyim də, yəni hansısa alt standart yaddan çıxdı, hansısa təlim nəticəsi yaddan çıxdı, hansısa hissə unuduldu, bu kimi halların qarşısını alır. Şagird və müəllim üçün strukturu tam aydın şəkildə ifadə eləyir. Bu da düzgün etibarlılıq, obyektivliyi təmin eləyir təbii ki. İbtidai siniflərdə və ya yuxarı siniflərdə keyfiyyət göstəricilərinin, kəmiyyət göstəricilərindən üstün olmasının psixoloji və pedaqoji əsasları nələrdir? Əslində belə deyərdim ki, bu əvvəlki qiymətləndirmə ilə bir növ yeni qiymətləndirmənin açıq-aşkar fərqini də ortaya qoyur. Xüsusilə
xüsusilə ibtidai siniflərdə rəqəmsal qiymət şagirdə harda səhv etdiyini, səhvi necə aradan düzəldəcəyini, özünü necə inkişaf etdirəcəyini göstərmir. Sadəcə dərəcələnmə, özünə inam düşməsi, pərt olma, biabır olma, uşaqlar arasında yersiz rəqabət bu kimi halların yaranmasına səbəb olur. Uşaq konkret olaraq qapalı düşüncə tərzinə keçir və artıq mən bacarmayacağam düşüncəsində olur. Amma təsviri isə şagirdin diqqətini nəticəyə deyil, prosesə və inkişaf addımlarına yönəldir. Bəzən müəllimlər deyirlər ki, valideyn özü tələb eləyir ki, məsələn, biz ona qiymət yazaq, amma gəlin belə deyək də, yəni 18 ildə əgər biz kurikulumdan istifadə ediriksə, bu günün valideynləri, yəni reallığı deyirəm, bu günün birinci, ikinci sinifdə şagirdi olanları balı, qiyməti elə müəllimlər öyrədirlər. Çünki artıq o sistemə uyğunlaşmış valideyn o sözü soruşmur. Hardasa bir 5 il, 10 il bundan əvvəl, bəli, valideyn özü o sistemdə oxuduğuna görə o sistemdə soruşurdu, amma indi elə deyil. Çünki indi uşaq məsələn üçün müəllim götürüb 4 yazanda, məsələn tutalım ki, mənim övladıma müəllim 4 yazsa, mən avtomatik olaraq soruşaram, "Şahin müəllim, axı mən başa düşmədim. Sən bu 4-ü nəyə yazmısan? Bu uşaq dərsini öyrənib, tapşırığın yazıb. Gəlib sən də deyirsən ki, 4. Mən nə bilim sən nəyi bəyənmirsən. Mənə konkret olaraq denən, bu uşaq nəyi bilmir? Mən də onun üstünə düşüm. Əgər bu insan tapşırığı yaza bilmir, bu hissəni mi başa düşmür, bu cədvəli mi bilmir, nəyi də mənə konkret denən, mən evdə məşğul olum, öyrədiyim. Uşaq da gəlsin dərsə tam rahat. Yoxsa 4 yazırsam mən bilmirəm ki, burada söhbət nədən gedir. Mən axı məktəbdə deyiləm, məktəbin kamerası yox. Mən oturub izləmirəm ki, burada nə baş verir. Yəni o söhbətləri də biraz artıq kənara buraxmaq lazımdır məncə. Keçək 9-cu sualımıza. Formativ qiymətləndirmə zamanı şagirdlərin böyük hissəsinin konseptual xətaya yol verdiyi müəyyən olunarsa, müəllim növbəti dərsin metodikasında hansı çevik dəyişiklikləri etməlidir? Bizim ən böyük problemimiz nədir? Bu planlaşdırma məsələsi, illik planlaşdırma ilə jurnalın yazılmasında fərqliliyin olması bəzən yanlış anlaşılır. Əgər formativ qiymətləndirmə şagirdlərdə formalaşmayıbsa və davamlı şagirdlər hər hansı bir səhvə yol veribsə, mənim yeni dərsə keçməyimin heç bir mənası yoxdur. Mənim mümkün deyil. Mən məcburam axı bu dərsin üstündə qalan bunu şagirdlərdə formalaşdırım. Formativ qiymətləndirmə təlim nəticəsinin şagirdlərdə formalaşıb, formalaşmadığını müəyyənləşdirib ona dəstək olmaq üçündür. Və mən 45 dəqiqə ərzində bunu formalaşdıra bilməmişəmsə, mənim axı işim bunu formalaşdırmaqdır. Ona görə mən məcburam bunu formalaşdıram. Və təbii ki, burada da mənə ən çox nə kömək olur? Refleksiya. Həmişə deyirəm ki, refleksiya edən həm müəllim, həm şagirddir. Bizdə bəzən yenə də təəssüflər olsun ki, müəllimlər elə başa düşürlər ki, refleksiyanı elə ancaq şagird eləməlidir. Xeyr, şagird hər zaman refleksiya edən tərəf kimi göstərilə bilməz. Həm də müəllim eləməlidir. Bax elə bu halda. Çünki mən icmal yazmışam, axşamdan oturmuşam, fikirləşmişəm, dərsi necə keçsəm, hansı üsulla keçsəm, necə qursam, hansı tapşırığı versəm, şagirdlərdə təlim nəticəsini formalaşdıraram. Amma görürəm ki, düşündüyüm kimi alınmır. Deməli, mən orada refleksiya eləməliyəm ki, harda səhv elədim, izahda mı səhv elədim? Yəni, izahda, məsələn, müxtəlif fəaliyyətlərdən istifadə etməliyəm. Animasiya ola bilər, video izah ola bilər, səsli izah, əyani vasitələrdən. Yəni necə, orada mı bir səhv buraxmışam, tapşırıqlarımı səviyyələrə uyğun hazırlamışam, iş üsul vasitələrini mi differensiallaşdırmamışam. Bax, onları müzakirə eləmək lazımdır və fərqli üsullarla, yəni fərqli metodla izah eləmək lazımdır. Burada uşaqların xüsusilə öyrənmə tərzini, intellektini nəzərə almaq lazımdır və həyatla əlaqələndirməyə, praktik işlərə üstünlük vermək lazımdır ki, biz dərsimizi şagirdlərdə düzgün şəkildə formalaşdıra bilək. Bir digər sualımız bir bölmə üzrə KSK nəticələrinin normal paylanma təşkil edilməməsi qiymətləndirmə alətinin keyfiyyəti haqqında müəllimə nə deyir? Ümumiyyətlə, əgər nəticələr yalnız çox yüksəkdirsə, yəni test normadan həddən artıq asan tərtib edilib və ya köçürmə halları olub, əgər yalnız çox aşağıdırsa, yəni suallar standartların üstündə mürəkkəbdir, yaxud tədris prosesində ciddi boşluqlar qalıb, bu hallar baş verir. Normal paylanma qiymətləndirmə alətlərinin bal balansının doğru qurulduğunu göstərmək üçündür. Həqiqətən də nəzərə alın ki, summativ qiymətləndirmə, yəni bayaq da qeyd elədiyi sualların içərisində 4 səviyyə üzrə hazırlanmalıdır. Mən əgər uşaqlara ancaq çətin ya da ancaq asan suallar hazırlamağım düzgün deyil. Bəzən bizdə müəllimlər eləyirlər, ya elə fikirləşirlər ki, mən çox güclü müəlliməm, uşaqlara ancaq çətin tapşırıq. Bəzən var elə müəllimlər hazırlayırlar, bu düzgün yanaşma deyil. Ya da bəzi müəllimlər var, asan yazırlar ki, elə hamı yüksək bilmir. Belə deyək də, yəni 2 alan olmasın, nəticə əldə eləsinlər. Bu yanaşma düzgün deyil. Normal paylanma səviyyəsi var da, yəni dövlət bizə yazıb, verib, biz də onu o şəkildə işimizi qurmalıyıq təbii ki.
11-ci sualımıza baxırıq. Diaqnostik qiymətləndirmə zamanı aşkar olunan boşluqlar il ərzində formativ qiymətləndirmənin strategiyasını necə müəyyənləşdirir? Formativ qiymətləndirmə diaqnostik qiymətləndirmənin verdiyi xəritə üzərində qurulur. Yəni diaqnostik qiymətləndirmə iki məqsədlə aparılır. Bir, ilkin bilik bacarığının formalaşdırılması, iki, şagirdin fərdi xüsusiyyətlərinin müəyyənləşdirilməsi. Təsəvvür eləyin ki, həm illik bilik bacarıq səviyyəsini müəyyənləşdirib, biz illik planlaşmada dəyişiklik edib saatların sayını artırıb azaldırıq. Həm də biz şagirdlərin fərdi xüsusiyyətlərini öyrənib təlimin differensiallaşdırılmasını təmin edirik. Yəni birmənalı olaraq həqiqətən də diaqnostik qiymətləndirmənin verdiyi xəritə üzərində formativ qiymətləndirmə qurulur. Əgər diaqnostik qiymətləndirmə zamanı sinif böyük hissəsində müəyyən bir belə deyək də, hər hansı bir təməl mövzuda, əsaslı bir mövzuda boşluq tapılarsa, müəllim formativ qiymətləndirmə alətlərini, gündəlik təlim strategiyasını həmin boşluqlara addım-addım qapatmağa yönəldir. Ona diqqət. Yəni diaqnostik qiymətləndirmə diaqnoz qoyur, formativ qiymətləndirmə müalicə edir. Da bu xəstəni necə müalicə edirik bu tip? Ona görə də bu bizim üçün çox önəmlidir. Yəni diaqnostiklə biz müəyyənləşdiririk. Adi diaqnostik qiymətləndirmənin təhlili aparılır məsələn. Ki, hansı uşaqlarda nəyə diqqət edeyim, nəyə necə eləyim. Diaqnozu qoyandan sonra formativlə müalicə ilə və tam şəkildə məndən tələb olunan bilik bacarıqları uşaqlarda formalaşdırıram. Yaxşı, klassik əks əlaqə ilə gələcəyə yönəlmiş əlaqə arasındakı fərq nədir və bu şagirdin inkişafına necə təsir yönəldir? Ümumiyyətlə, klassik əks əlaqə keçmişə yönəlişdir. Şagirdin artıq etdiyi işdəki səhvləri və ya uğurları göstərir. Uşaqda sadəcə peşmançılıq hissi yaradır. Yəni, belə olsaydı, belə olmazdı. Amma bizim hal-hazırda istədiyimiz konstruktiv rəydən söhbət gedir. Yəni, gələcəyə yönəlmiş rəylərdə isə artıq biz şagirdlərlə necə rəftar etməliyik, onlarda hansı səhvlər var, səhvləri necə yönləndirməliyik, şagird hansı işlərin üzərində işləməlidir. Bir növ bunu tam şəkildə vurğulayırıq deyənə, uşaqlar da düzgün şəkildə yönləndirilirlər və ona uyğun şəkildə işlərini qururlar. Bütün sualların idraç taksonomiyasının yalnız yuxarı səviyyəsinə köklənməsi hansı metodiki fəsadlara yol aça bilər? Baza biliklərin ölçülməsi ümumiyyətlə nə üçün vacibdir? Zaten sinifdə müxtəlif səviyyəli şagirdlər var. Mən yalnız aşağı səviyyədə, yuxarı səviyyəyə uyğun tapşırıqlar hazırlaya bilmərəm. Yəni qarışıq şəkildə hazırlayırıq ki, bütün şagirdlərin iştirakını təmin eləyək. Zaten hər şagird müxtəlif səviyyədə olur və biz bilirik ki, taksonomiyanın mərhələləri bir-birinə zəncirvari quruluşa malikdirlər. Yəni xatırlamada olan tətbiq mərhələsində tapşırıq versəm, saatlarla vaxt xərcləsəm belə onunla formalaşdıra bilmərəm. Yəni xatırlamada olan anlamaya çıxmalıdır, anlamadan tətbiqə çıxmalıdır, tətbiqdən təhlilə çıxmalıdır. Bu şəkildə inkişaf baş verməlidir. Əks təqdirdə mənim bunu həyata keçirtməyim mümkünsüzdür. Ona görə də bizdə bu belə deyək də düzgün formalaşmalıdır. Bundan əlavə də onu da qeyd edeyim ki, baza biliklərin xatırlanması həm bütün şagirdlərin düzgün şəkildə yönləndirilməsi, iştirakının təmin olunması, eyni zamanda da faktoloji biliklərin yoxlanması, dərs prosesində sual-cavabın düzgün qurulması, şagirdlərin bilmədiklərini soruşması, onun üzərində işlənilməsi üçün çox önəmlidir. Mütləq şəkildə. Keçək bir digər sualımıza. Şagirdin il boyu topladığı işlərdən ibarət portfolionun qiymətləndirilməsi kimi üstünlüklər hansılardır və o KSG, BSG-ni əvəz edə bilərmi? Sizcə əvəz edə bilərmi? Məsələn, mənə də maraqlıdır ki, siz bu haqda nə fikirləşirsiniz? Ümumiyyətlə, portfolio şagirdin müəyyən müddət ərzində, tutalım yarım ildə ya da ki, tutalım bir ildə göstərdiyi inkişafı, fərdi nailiyyətləri, refleksiya yazıları, layihə işləri, özünü qiymətləndirmə materiallarını özündə toplayır. Bilirsiniz ki, bu qovluğu həm də şagirdin şəxsiyyət kimi qiymətləndirilməsi üçün həyata keçirdə bilərik. Müəllim, şagird, valideyn tərəfindən dəyərləndirilməli və ona uyğun vaxtaşırı müəyyən addımlar atılmalıdır. Üstünlükləri də var. Məlum məsələdir ki, yəni şagirdin təkcə bir günlük imtahan stressindəki göstəricisini deyil, zamana yayılmış bütün dövrlərdəki vaxt ərzində dinamikasını göstərir, təlimin keyfiyyət tərəfini ölçür nəticədə. Amma yenə də məncə tam əvəz eləyə bilməz. Yəni nəticə etibarilə tam əvəz eləyə bilməz. Amma bir yerdə tamamlaya bilərlər. Tamamlayıcıdır. Hər biri ayrı-ayrılıqda məncə olmalıdır, öz əksini tapmalıdır. Çünki KSG, BSG standartları müəyyən zaman kəsiyindəki mənimsələmə dərəcəsini ölçür. Yəni KSG biz deyirik 4-6 həftədən bir keçirilməlidir, minimum 3, maksimum 6 dəfə yarım ildə keçirilməlidir.
ÇSG məsələn formativi keçirdirik, şagirdi ÇSG-yə hazırlayırıq, ÇSG-də balı ölçürük, təhlil eləyirik, ona uyğun planlaşmada dəyişiklik eləyirik. Fikir versiniz gedişat buna uyğundur. Portfolioda da təbii ki, bu zaten ÇSG-nin nəticələri də portfolioya yerləşdirilir. Yəni bu çox önəmli. Portfolio sadəcə tamamlayıcı rol ola bilər. Çünki obyektiv normativ ölçü sadəcə ÇSG və BSG zamanı həyata keçirilir. Yəni sintez şəkildə şagirdin inkişafını belə deyək də təmin eləmək daha düzgün olar. Xüsusi qayğıya ehtiyacı olan şagird üçün qiymətləndirmə tapşırıqlarını, tərtib standartı mahiyyətini dəyişmədən tapşırığın formasını necə sadələşdirmək olar? Sadələşdirməyin indi müxtəlif yolları var. İndi düzdür bizdə proqramda hal-hazırda sertifikasiya müsahibə mərhələsində qeyd edilmir, amma komutasiya var, şəraitin dəyişdirilməsi, modifikasiya var, məzmunun uyğunlaşdırılması. Yəni iki formada aparılır. Tapşırığın formasını sadələşdirərkən alt standartın tələb etdiyi əsas idraç səviyyəsi saxlanılır. Təqdimat cavablandırma forması şagirdin imkanlarına uyğunlaşdırılır. Məsələn, tutalım mətnin əsas ideyasını müəyyən edir, standartı varsa, mən onu mətni oxuyur və açıq sualla əsas ideyanı yazır. Bu şəkildə verə bilərəm və ya adaptasiya eləyib mətn ona adi formatda dinlətdirilir və ya vizual şəkillərlə dəstəklənir. Cavab variantsız tutalım ki, açıq sual kimi deyil. Üç vizual yazılı seçim arasından əsas ideyanı göstərmək və ya şifahi ifadə etmək şəklində verilə bilər. Ola bilər. Yəni standartın mahiyyəti dəyişmir, lakin oxuma yazma çətinliyi olan uşaqlar üçün elə bil ki, qiymətləndirmə alətini əlçatan eləyirlər də. Nəticə budur. Bu hamısında ola bilər. Adicə məsələn deyirəm ki, düsturdan istifadə etməklə məsələni həll edir. Düsturdan istifadə etməklə məsələnin düzgün həll yolunu söyləyir. Fikir versəz orada həll edir ki, yəni bu həll edir o deməkdir ki, konkret olaraq bunu yaza bilir, amma həll yolunu söyləyir. Məsələn üçün tutam əgər görmə qüsurludursa, həll yolunu söyləyər və biz bilərik ki, bu onsuz da bu təlim nəticəsini mənimsəyib. Bu şəkildə həyata keçirdə bilərik. Bu yenə də deyirəm, son, yəni 15 dənə sual idi. 15 sualda yenə də deyirəm, məqsəd verim ondan ibarət idi ki, qiymətləndirməyə aid sizi məlumatlandırım. Həm də istər-istəməz əlavə məlumatlar verdikcə söhbət tək bu sualın düşməyindən getmir. Yəni ümumiyyətlə bu haqda fikirlərin formalaşması, məlumatların dərinləşdirilməsi, informasiyaları analiz etmək imkanımız artır. Hər dəfə sualların cavablarını dinlədikcə, analiz elədikcə, yəni söhbət tək bu sırf burada yazılmış sualdan getmir də. Suallar onsuz da bir-biri ilə əlaqədardılar. Bizim bir sualın cavabını bilməklə bir neçə sualın cavabını artıq təxmin etmə şansımız artır. Ona görə də ümid edirəm sizlər üçün faydalı olacaqdır. Çalışdığım qədər, kifayət qədər onsuz da YouTube'da, TikTok'da videolar var. Ona görə biraz fərqli suallar çalışıram, hazırlayım ki, ən azından tutalım bir dənə filan kəsin videosunu izləyəndə, bir dənə mənim videomu izləyəndə nəsə nəticə əldə edə bilərsiniz. Yəni da elə hamının yazdığı videonu təzədən gətirib yazmaq, o elə bilirəm ki, effekti olmayacaq. Yəni qarşımızdakı insanlar, müəllimlər əgər açıq videoya baxanda heç olmasa fərqli bir şey, yeni bir şey öyrənə bilsinlər. Belə, bu qədər dinlədiyiniz üçün təşəkkür edirəm. Eyni zamanda qeyd edeyim ki, Avqust qrupumuza qeydiyyat davam eləyir. Həmçinin şəxsim tərəfindən yazılmış kitabı da müsahibə özü hazırlaşan müəllimlər rahatlıqla əldə eləyə bilərlər. Yəni mənə elə gəlir ki, o kitab alandan sonra heç bir müəllimə də ehtiyac yoxdur, çünki hər şey tam şəkildə içərisində qeyd olunub. Dinlədiyiniz üçün təşəkkür edirəm. Gələn görüşlərə dək sağ olun, salamat qalın.